Salih Məmmədov, hansı ki, bu şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri olub uzun müddət və Salih Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində idarə heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ağla sığmaz korrupsiyanı üzə çıxarıb. Və Günün Səsi Info özəl mənbələrdən əldə etdiyi məlumatı dərc eləyib və bildirir ki, aparılan yoxlamalar nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən edilib. Bildirilir ki, Salih Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub. Əks təqdirdə prosesin sonu Salih Məmmədovun və ətrafının həbsi ilə nəticələnəcək deyə mənbə bildirib. Əvvəllər 400 milyon vəsaitin yoxluğundan söhbət gedirdisə, indi bu rəqəm 1 milyard manatı keçir. Məlumatda qeyd olunur ki, Salih Məmmədov vəziyyətin yumşaldılması üçün yeni Maliyyə Naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də bundan nail ola bilməyib. Yeri gəlmişkən, mənim də əldə etdiyim məlumata görə deyirlər ki, Salih Məmmədov çox dürüst işləyən nazirdir. Maliyyə naziri olaraq qəpiyi qəpik hesaplayan, yəni bunun göstərişini verən bir nazirdir. Və hətta deyirlər ki, bu maliyyə məsələsindəki problemi düzəltsə Sahil Babayev düzəldə biləcək. Hətta onun o qədər dəqiq və bu məsələdə vicdanlı olduğu ilə bağlı bir məlumat da almışam. Düzdür, Sahil Babayevlə bağlı zamanında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olanda tənqidi fikirlərim olub, çoxsaylı tənqidi fikirlərim olub. Məsəl üçün bu qazilərin gəlib günlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında dayanmaları, bəzisinin ağlaması, bəzisinin fəryad etməsi, bununla bağlı dəfələrlə yəni tənqidi fikirlərim olub ki, niyə qəbul eləmirsiniz? Niyə bugün bir qazini o duruma gətirirsiniz? Qazilik adından istifadə edənlərdən danışmam. Həqiqətən də görürsən ki, yəni üzərindən o nə qədər qəlpə yarası aldığı üzündən, yerişindən, duruşundan bəlli olanların günlərlə, saatlarla orada gözlədilməsindən danışmışam. Məsəl üçün danışmışam, necə olur ki, adama baxırsan ki, adamın məsələn də başının yarısı yoxdursa, yarısını kapronla bağlayıblarsa, siz buna 5 illik, 50 illik verirsiniz və yaxud da 3 illik verirsiniz. Sonra deyirsiniz ki, yenə bir də yoxlayacağıq biz bunu. Bax, bunun üsyanını mən eləmişəm ki, bu kapron yenidən dəri ilə əvəz oluna bilməyəcəyi mümkün deyil. Çünki adamın artdığı, inkişaf etdiyi dövr bitdi 1 yaşında. Ondan sonra adam 25 yaşında vətən müharibəsinə gedirsə, vuruşubsa, qazi olubsa, biri bir qolunu itiribsə, biri ayağını itiribsə, birinin nə bilim ayağında bütün başdan ayağa mili varsa və yaxud da ki başının yarısı kapronlandırsa, üzünün bu hissəsi yoxdursa, kapronsa, göz kaprondusa, buna necə 5 illik siz 50 illik verirsiniz? Sonra yenidən göz öz-özünü bərpa eləyə bilərmi? Bu qaraciyər deyil ki, hər gün özünü bərpa eləsin. Yeganə qaraciyərdir də öz-özünü bərpa eləyə bilər. Ona görə də qaraciyərlə bağlı xəstəliklər tam son anında aşkarlana bilir. Çünki o qədər səssiz orqandır. Və yenə də deyirəm, öz-özünü bərpa etdiyinə görə ümumiyyətlə bilmirsən orada proses baş verəndə, amma göz bu deyil, baş bu deyil, beyin bu deyil, qol bu deyil, ayaq bu deyil. Ona görə zamanında yəni çox tənqid eləmişdim Nazir Sahil Babayevi. Amma bu məsələdə bəli deyirlər ki, maliyyə məsələsində çox ciddi birisidir. Və indi fikir verdinizsə siz, Sahil Babayev Maliyyə Naziri təyin olunandan sonra bu yeyinti açıqlandı. Söhbət əvvəlcə 400 milyon vəsaitdən gedirdi. İndi bu rəqəmin 1 milyard manatı keçdiyi bildirilir. Çox təəssüf ki, Salih Məmmədovun neçə il bu vəzifədə qaldığını bu dəqiqə üçün bilmirəm, çox təəssüf ki. Biz sadəcə o 1 milyard yeyinti ilə o illəri paralelləşdirmək istəyirdim, amma ki, nə qədər də olsa onsuz da o paralelləşməyəcək, yəni mümkün deyil. Amma sonuçda bəli, 1 milyard manatdan söhbət gedir və deyilir ki, dövlət büdcəsinə qaytar o pulu. İndi yəqin də ki, Salih Məmmədov çalışıb ki,
Maliyyə naziri Sahil Babayevin qəbuluna girsin və biraz necə deyirlər də, bir xoş dillə danışsın. Cənab nazir belə deyil, elə deyil. Cənab nazir bilirsiniz, yox 1 milyard filan. And bu, Allah bu, yer bu, Quran bu, kitab bu. Nə bilim, hər şeyə and içsin ki, yox bəs mən 1 milyard yeyinti etməmişəm. Ümumiyyətlə bundan xəbərim yoxdur. Siz nə danışırsınız? 1 milyard. Yəni elə məbləğ mi var? Az qala, yəni belə demək istəyib də, bəlkə də heç belə demək istəməyib. Mən sadəcə belə təxminlərimi deyirəm də. Ki görüşmək istəyib, amma Sahil Babayev də görüşməyib onunla. Bütün hallarda, yəni bu görüşə nail olmayıbsa, böyük ehtimal ki, nazir görüşmək istəməyib onunla. Amma məsələ burasındadır ki, biz artıq günlərdir bu mövzu ilə bağlı danışırıq. Bu yeyinti məsələsi. Yeyinti də yeyinti deyil. Bu adamlar bilirsiniz hansı adamlardır? Qızıl unitazda oturan adamlar. Onlarda hər şey qızıl rəngdədir. Onlarda hər şey qızıldandır. İndi öz aramızdır da, elə belə məbləğ deyil ki, bir 400 milyon, sonra da 400 milyon nədir? 1 milyarddan gedir söhbət. Sonra da biz deyirik ki, büdcə belə, büdcə belə, büdcə belə. Bir də görürsünüz, hə, büdcə kəsirlə oldu, neynədir? Bu büdcə yazıq neynəsin? Büdcə axı krant deyil ki, onu açasan, ora mütəmadi dayanmadan su da olsun. Büdcə o deyil də, büdcəyə gəlir gəlməlidir və büdcənin xərcləri də gəlirinə uyğun hesablanır. Yəni büdcə ölçülür, biçilir, bunun hesabatı verilir, bilirsiniz, Milli Məclisdə. Yəni dövlətin büdcəsi ümumiyyətlə bizim yaşayışımızdır. Dövlətin büdcəsi azdırsa, biz acıq. Dövlətin büdcəsi çoxdursa və orada bəzi məmurlar 1 milyard biri, 500 milyon biri, nə bilim, yarım milyon biri qamarramır sözünə. Biz yaxşı yaşayacağıq, yox qamarlayırlarsa, məsələn bundan öncəki verilişdə misal çəkdim. Tender udurlar, tenderin qalibi olurlar. Hesablayırsan, bir dayanacaq 12 min manata gətirilir ölkəyə. Bu şişirdilmiş rəqəm deyil nədir? Bu dayanacaqda nə olacaq ki, görəsən? Çox maraqlıdır ki, 12 min manat bir dayanacağa, bilmirəm, 1 milyondan yuxarı nəsə vəsait idi. Sonra bu yaxınlarda hansısa nazirliyin kağız küruzları üçün, hansı ki bu A4 vərəqdən filandan gedirdi söhbət. Kağız küruzları üçün bilmirəm, valla neçə milyon pul ayrılmışdı. Bir təsəvvür eləyin, kağıza milyon, nə bilim, qələmə neçə 100 min, nə bilim buna o, ona bu, başa düşür, nazirlikdə bu olmalıdır mütləq. Çap məsələsi var, yazı var, pozu var, filan filan var. Bunların hamısını biz bilirik. Amma ki şişirdilmişdi də. Yəni neçə milyon kağız küruzı A4 vərəqi üçün, nə bilim yapışqan üçün, kley üçün. Nə qədər bu kleyin dəyəri bəyəm, nə qədərdir ki bu qədər vəsait ayrılır. İndi bu aynadakılar eyni məsələ. Dediyim kimi bizim dövlət büdcəsi göydən tökülən yağış damcısı ilə dolmur. Ki deyək ki, leysan yağışları yağacaq, büdcəmizə çoxlu pul axacaq. Bu ilə dolmur. Ona görə də istifadə edəndə elə istifadə eləmək lazımdır ki, bircə özünüzü düşünməyəsiniz. Elə bu Azərbaycanda bir Salih Məmmədov və yaxud da ki, onun kimi yeyinti eləyən kimlərinsə ailələri yaşamır. Burada bizim hamımız yaşayırıq. Bura bizim vətənimizdir. 11 milyona yaxın Azərbaycanda yaşayır. Hə, xarici ölkələrdə də yaşayanlar var, özlərinə düzən quranlar var. Bu başqa şeydir, amma biz burada yaşayırıq da. Sən gəl 1 milyardını apar, o birisi 500 milyonunu aparsın. Mən də deyim ki, ay Allah, görəsən nə vaxt artacaq, normal maaş alacağam. Mən də onun fikrini çəkim. Sən də qızıl unitazda oturasan. Niyə xeyirdir ki? Nə üçün ki? Bu büdcə mənim də gəlirimdən maliyyələşir, mənim verdiyim vergidən maliyyələşir bu büdcə hərmdə. Mən ona görə vermirəm ki, Salih bu Məmmədov və yaxud da ki, onun kimi digərləri yesin, içsin, xaricdə orada-burada özləri üçün villa alsınlar. Biz də deyək ki, nə oldu, day, nə oldu, nə oldu? Nə oldu? De, bu oldu da. Birindən 1 milyard manat dövlət büdcəsinin kəsir olması, bu yedirim 100 mini filan deyil. 1 milyard kifayət qədər təsir göstərir bugün bizim büdcəyə, bugün bizim yaşayışımıza. Həm də ki, onsuz da yeyirsiniz də milyard yeməyin də milyon yeyin. Milyon boğazdan keçə bilmir, milyard olanda qəşəng keçir. Əvvəl yenə heç olmasa, nə bilim, 50 mini oxuyurdun, 100 min oxuyurdun, nə bilim, 300 min oxuyurdun. İndi milyardlar oxursan, valla adam şoka düşür, bilmirəm. Biz nə qədər risk eləmək lazımdır bu qədər yeyinti eləmək üçün. Bir də ki, sən ürəyin o qədər belə şir ürəkli olmalısan ki, deməlisən, bas getsin, ye getsin. Bas getsin dediyim, yəni bas ye də o mənada deyirəm. Ye getsin, filan milyon oğluma.
Filan milyon qızıma, filan milyon, filan qədər də nəvəmə, filan qədər onun da uşağı olacaq, nəticəmə, nəticəmin də uşağı olacaq, kötüycəmə filan filan. Hə biz də oturaq burada necə deyərlər? Ay Tarif Şurası, qurban olum sənə, qiymətləri artırma. Qaz buradan artır, işıq buradan artır. Biz 1 manatın bəzən fikrini çəkirik ki 20 qəpik orada qaz pulu artdı. İndi gəlsən aylıq bunu vur kuba, nə qədər eləyir? Ay Allah, 10 manat da buradan artıq ödəyəsi olacaq. Nə bilim nə. Bəzən biz qəpik sayırıq burada. Salih Məmmədovun da burada yeyintisi 1 milyard deyilir. Nə bilim, valla belə həqiqətən mən şoka düşürəm. Bilmirəm ki, nə bilim. Hamısı söz verir amma. Vəzifəyə təyin olanda hamısı söz verir. Baş üstə, baş üstə, baş üstə, baş üstə. Tamam baş üstə ya, amma sonra baş üstə olmur axı. Başın üstündə pul olur ancaq dollar, avro, bilmirəm, qəşəng belə. O bəziləri yeni aşiq olanda gözündən belə ürək zad çıxır. Bunu indi oxşadıb göstərirlər də məcazidə. Güya kimsə hansısa bir oğlan aşiq olub gözündən ürəyi çıxır bir qızı filanı görəndə. İndi bunların da gözlərində ancaq dollar, avro, dollar. Bəlkə də heç Azərbaycan manatda yığmırlar, bunlar dollardan, avrodan yığırlar. Nə demək istəyirəm? Yaxşı iş görürsünüzsə, həqiqətən də gördüyünüz işi haqq eləyirsinizsə, çəkdiyiniz yol 5 gündən sonra çökmürsə, nə bilim körpü salırsınız, o körpü 2 ildən sonra yararsız vəziyyətə düşmürsə, halal xoşunuz yeyin, amma elə yeyin ki, biz də yeyə bilək. Elə yeyin ki, dövlət büdcəsinə təsir göstərməyin. Elə yeyin ki, büdcə kəsirlə olmasın. Bizi də düşünün də, bir insan ancaq özünü bütün həyatı boyu düşünə bilməz. Vəzifədəsənsə ümumiyyətlə düşünə bilməzsən. Sən vəzifəyə qoyulursan, xalqa xidmət üçün qoyulursan. Yoxsa ərəb şeyxləri kimi yaşamaq üçün qoyulmursan ki. Yenə də deyirəm, bacarırsınız, onsuz hansısa bir şəkildə nə qədər həbslər də oldu, heç xeyri yoxdur ki. Eyni şeylər davam edir, eyni şeylər davam edir. Yəqin düşünürlər ki, həbs eləyəcəklər mən, gedəcəyik 10 il içəridə, qalacağıq dəmir barmaqlıqlar arxasında. Ondan sonra çıxıb yenə də yığdığımızı yeyəcəyik də, yavaş-yavaş, bala-bala. Ümumiyyətlə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dövlət büdcəsindən ən çox maliyyələşən qurumdur deyə bilərəm. Nəyə görə? Çünki cənab prezident yolların salınması üçün mütəmadi sərəncamları imzalayır və kifayət qədər də böyük məbləğdə imzalanır o sərəncamlar. Çünki bilirsiniz də keyfiyyətli yol qurmaq üçün az vəsait yox, yaxşı vəsait lazımdır. Düzdür, bizimkilər o yaxşı vəsaiti alırlar, ondan sonra qaymaq tərəfini özləri yeyirlər, qum tərəfini döşəyirlər yola. O da başqa bir məsələ. Amma ki, ən çox maliyyə ayrılan qurumdur da. Çünki mən adi ilə xəbər oxuyanda görürəm də, cənab prezident filan yerlərdə yolların salınması üçün, yolların yenidən qurulması üçün dövlət büdcəsinə filan qədər vəsait ayırdı. Yəni, ən çox biz bu xəbərləri oxuyuruq. Bu vəsait də buradan ayrılır dövlət büdcəsindən, bunlar da onu mənimsəyirlər. Elə ki, belə də olmalıdır. Deyir o, bacarana can qurban. Başa düşdük, onsuz da elə qurban olaraq sizə deyə qalmışıq da. Yenə də qurban olaraq, bir daha da qurban olaraq. Onu deyə qalmışıq, o başqa məsələ. Amma ki, dayı, bu qurbanlıq da qurbanlıqdır da. Biri var, ildə bir dəfə kəsirsən qurbanı, bir də var ki, hər gün qurban kəsirsən. Hər gün qurban kəsmək olmaz axı. Yəni, bizi hər gün siz qurban eləyə bilməzsiniz. Qurban kəsmək deyəndə, yəni mən insanlarla bağlı danışıram. Söhbət burada hansısa imkansız ailələrə kəsilən qurbandan getmir. Yəni ona görə də indi bu 1 milyardlıq yeyinti. Təbii ki, yəni bunun hələ çox səs sorağı çıxacaq. Mən düşünürəm ki, amma vallahi yenə deyirəm, bu qədər məbləği mənimsəməyin özü də elə belə məsələ deyil vallahi, nə deyim.